Hansı bəddə altından xətt çəkilmiş nümunələr bir-birlə amonim sözlərdir? Çoban qoyunları dərəyə apardı, silahı yerə qoyun. Burada qoyun sözləri amonim deyil. Çünki birincidə qoyun sözündə vurğu ikinci hecəyə düşdüyü halda, digərində qoyun feilidir. Burada vurğu birinci hecəyə düşür. Həmçinin un qrammatik şəkilçidir. Ona görə də bu variantı çıxırıq. Qoyun sözünün amonim olması üçün bir mənası heyvan, bir mənası isə ana qucağında, ana qucağı mənasında işlənməlidir ki, biz onu amonim hesab eləyək. Amma qoyun feili amonim ola bilmir. Bu amoqraf sayılır. Futbol maraqlı oyundur, daşları asta-asta oyun. Həmçinin oyun sözü də amoqrafdır. Vurğusuna görə mənası dəyişir. Bir dəfə isim olduqda vurğu ikinci hecaya, oyun feilində isə birinci hecəyə düşür. Almaz qədər möhkəmdir, belə almaları heç kim almaz. Bu isə amoforumdur. Yəni burada almaz daş mənasında kökdür, digərində isə almaq feilidir. M və az qrammatik şəkilçilərdir. Yəni bu sözlərin başlanğıc forması fərqlənir. Atlaz və atlas isə paronim sözlərdir. Bir hərflə mənası dəyişib. Cavabımız bu variant olacaq. Sarı burada rəng mənasında sifətdir, digərində isə sarımaq feili kimi işlənib.